İnsan kiminlə dostluq edirsə, onun rənginə boyanır. Dostunu göstər, deyim kimsən. Bu deyim, həqiqi mənada dostlar arasında ortaq cəhətlərin olduğunu vurğulayır. Yəni, insan böyük insanlarla dostluq etdikdə özü böyüyür və onlara bənzəməyə çalışır. Dostluq mənəviyyata söykənərsə, o zaman dostlar bir-birini mənəvi baxımdan zənginləşdirir. Amma əgər dostluq sırf maddi amillərlə bağlı olsa, o zaman onlar bir-birindən istifadə etməyə çalışır və qarşı tərəfi öz istəyinə vasitə kimi görür. Həzrət Əli əleyhissalam buyurur ki, ruhlar göydə bir-biri ilə uyğun olanda yer üzündə onların sahibləri dostluq edirlər. Yəni, heç kim dostundan gileylənməsin, dostundan narazıdırsa, deməli özündə də hansısa nöqsanlar var. Hər bir insan özünə bənzər insanı cəzb edir. Ona görə də insan böyük insanlarla, mənəviyyatlı insanlarla dostluğu arzulamaqla özündə də bir dəyişiklik yaratmaq arzulayır.